Dostlar, sizə mən nə demişdim? Bir gün bu yollara düzülüb hər kəs kəndlərə köçəcək. Demişdim ya yox? Buyur bax, cənab prezidentimizin çıxışına. Etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Kənd təsərrüfatının inkişafı üçün hazırlanan yeni layihədən necə? Bəs xəbərin varmı? Hardan olsun? Yəqin oturub o müşavirəni izləməyə belə ərinibsiniz. Yaxın otur, bax, öyrən ki, dövlət dəstəyindən sən də faydalan. Dostlar, salam, hər vaxtınız xeyirli, bərəkətli olsun. Bugün sizə sadəcə qoyunçuluq haqda deyil, kənd təsərrüfatı haqqında danışacağım və kənd təsərrüfatının nə qədər önəmli olduğunu və irəliləyən illərdə kəndlərə hər kəsin özünün könüllü qayıdacağını danışacağım. Bunu daha öncəki videolarımda da demişdim. Bu bütün dünyada olacaq bir şeydir. Tək bizdə deyil. Mən demişdim və o sözü deyəndə bəlkə də siz videonu dayandırıb boş şeydi demişdiniz. İndi baxın cənab prezidentimizin çıxışına. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Və bunun üçün də əlbəttə ki, kəndlə şəhər... Cənab prezident önümüzdəki 4 il yarım, yəni 2030-cu ilə qədər yeni kənd təsərrüfatına qoyulacaq investisiyaları hazırlanan yeni layihəni açıqladı. Mən məsləhət görərdim ki, hər kəs bu videonu tapıb, oturub əvvəldən axıra kimi izləsin. Düzdür, mən indi bəzi məqamları deyəcəm, amma məsləhətdir ki, videonun tamamını izləyəsiniz. Çünki həm investisiyalar qoyulacaq, həm də yeni dəyişikliklər olacaq. Məsələn, cənab prezident orada bir şeyi vurğuladı, o mənim diqqətimi çox çəkdi. Torpaqların kateqoriyaları yoxlanıb, o torpaqda ən çox nə uyğundursa o əkilməli. Bu nə deməkdir? Misal, sənin torpağın bağ üçün, buğda üçün daha münbit əlverişlidirsə, orada durub otlaq eləməyəcəksən. Başqa bir şeydə diqqətimi çəkdi ki, bunu mən Avropada görmüşəm. Hər yerdə belədir. Ənənəvi bazar söhbəti. Sən həm istehsal elə, həm çıxar bazara, sata bilmə, amma Avropada bu işləri şirkətlər görür. Misal, qoyun doğumdan çıxdı, 100 quzun var, kəsim şirkəti gəlir, təsərrüfatında özü alıb aparır. Qiymət də belə tənzimlənir. Əgər şirkət deyim ki 5 manata alırsa, o təsərrüfatçını ödəmirsə, dövlət də 2 manat dəstək göstərir. Beləliklə, təsərrüfatçı daha çox hasil etməyə davam edir. Sonra çox şeylərə toxundu. Buğda üçün olan subsidiyalara yenidən baxılacaq, yəni artırılacaq. Yenidən bağ salmağa, damla suvarma üçün subsidiyalar ayrılacaq. Ona görə deyirəm ki, məncə hər kəs oturub sonadək o videonu izləsin. Məlumatınız olsun ki, bu dövlət planıdır, hər kəs yararlana bilər. Sənin tutaq 2 hektar torpağın var, amma əkə bilmirsən. Bir xəbərin, bir məlumatın olsa, bir şeylər edə bilərsən. Ən azından güzəştli kreditlərlə filan. Sonra hər şey gec ola bilər. Nə gec ola bilər deyim. Misal, 20 il bundan qabaq mənim Bakıdan ev almaq şansım ola bilərdisə, gücüm çatardısa, bugünkü qiymətlərə görə buna gücüm çatmaz. Sabah eyni şey kəndlərdə də baş verəcək. Köç olduqca evlərin qiymətləri qalxacaq kəndlərdə. Torpaqların da artıq demək olar ki, qalxıb. Yəni 2-3 il əvvəllə bugünün müqayisəsində 50%-dən çox qiymət artımı var. İndi özün təsəvvür elə 2030-dan sonra necə olacaq? Şəhərdəki evini satıb 1 hektar torpaq ala biləcəksənmi? Ya yox, ikinci bir məsələ, o 1 hektarda sən bir işlər görə biləcəksənmi? Çünki təsərrüfat tipli torpaq başqa, yaşayış tipli başqa. Sən məcbur olub yaşayış üçündə bir torpaq ya hazır ev almalısan. Əslində dövlət bu layihəni daha öncədən başladıb. Sənin xəbərin yox. 2024 avqustda çıxan 2025 yanvarın 1-dən qüvvədə olan bu qərar bunun başlanğıcı idi ki, əgər ən azı 5 hektar əkin torpağın bir yerdə varsa, orada tikili də tikməyə, yəni həm yaşa, həm təsərrüfatını, biznesini qur, icazə verildi. Ağıllı adamlar o qərar çıxandan ucuza kim satdısa torpaqlar aldı. Amma çox az adam. İndi hər kəs başlayacaq almağa. Beləliklə də tıxaclar yaranacaq, qiymətlər qalxacaq. Bu nöqteyi nəzərdən də dövlət toplantılarını izləmək lazımdır.
bütün günü mənasız videolara baxırsınız. Amma kimsə xəbərlərin iqtisadiyyat bölümünə baxmır. Şou, əyləncə, dava, qırğın, komediya başınızı qatır. Sonra da başlayırsınız şikayətlərə. Olmaz ki belə. Dostlar, bugün Azərbaycanda gerçəkdən dövlətin elə bir güzəştləri var ki, bu heç bir Avropa ölkələrində yox. Əvvəlki vaxtlar bəli, mən də narazı idim. Özbaşınalıq çox idi. Lakin indi ölkə prezidenti özü şəxsən maraqlanır və sahibkar olan iş adamları rahat işini görür. Hə, sən saxtakarlıq edirsənsə, saxta qida istehsal edirsənsə, qanunsuz işlər görürsənsə, təbii ki, dövlət səni cəzalandıracaq. Heç bilirsinizmi bu il torpaqlarda saxta subsidiya alanlar nə qədər aşkar oldu. Yerinə yonca səpən ya heç nə əkməyən gedib saxtakarlıq edib arpa buğda yazdırıb dövlətdən pul alıb yeyib. Nədir, indi deyirsən ki, dövlət buna da göz yumsun. Bilirsiniz, mən nə siyasətçi deyiləm, nə də kanalım siyasət kanalı deyil. Amma gerçək olanları deyirəm. Bu videoda da məqsədim sadəcə sizləri, məni izləyənlər, o toplum ki, mənə baxanlar, kənd təsərrüfatı ilə maraqlı olanlardır ki, xəbərdar edirəm. Siz də faydalanın. Yəni, başlamaq istəyənlər gecikməsin. Təsərrüfatı olanlar da xəbərdar olub, dövlət dəstəyinə başvurub faydalansın. Tarix boyu hər zaman bir dövrlər olub və toplum da o dövrə görə uyğunlaşıb. Keçirdiyimiz son 20 ildəki dövr kimə necə göründü deyə bilmərəm. Mənim fikrimcə ən pis dövr olub. İnsanlar rahatlığa çox öyrəndi. Hər kəs müftə ucuz yoldan, asan yoldan pul qazanmaq dalınca qaçdı. Hər kəs bir-birini aldatmağı sanki özünə bir şərəf kimi bildi. Loru dildə desək, hər kəs bir-birinin qulağını kəsməyə çalışdı. Lakin üzümüzə gələcək olan dövrün bunun tam əksini göstərir və belə də olacaq. Bu dövr zəhmətkeş insanların dövrü olacaq. İstehsal edən, qrup yaradan, hasil edən, əkib becərən qazanacaq. Allah bizləri də hər zaman o zəhmətkeş insanlardan etsin. Haramdan uzaq etsin. Amin. Bu arada dostlar, əgər işdir şayət birdən kəndə köçmək fikri yaranan olarsa, mənim 5-6 il əvvəl alıb saldığım bir bağ var ki, onu satmalı oldum. Evi başqa yerdə tikdim deyə, o da evə biraz uzaq olduğundan çatıb başqa bir təsərrüfata yatırmaq istəyirəm. Deməli, 22 sot tikinti təyinatlı torpaqdır. İçərisində 100-dən çox meyvə ağaçları, çox minbit bir torpaq. Su daima artizan tam yaxınlığında gerçəkdən yaxşı insanlara qismət olası bir mülkdür. 22 sot çox idealdır. Evini də içində tik, təsərrüfatını da qur, istəyən olsa yazar. Özünüzə yaxşı baxın, qismət olarsa növbəti videoda görüşmək ümidi ilə.